Salam əziz tələbələr, əziz abituriyentlər, hər vaxtınız xeyir olsun. Mən Əsmər İskəndərova, ingilis dili müəlliməsi. Bu gün sizlər üçün Paradoks Tədris və İnkişaf Mərkəzinin də keçirilən MQM və OTK deməli 9-cu siniflər üçün keçirilən OTK sınaq izahını edəcəm ingilis dili üzrə. İngilis dili suallarına baxacağıq bu gün sizlərlə. Baxırıq ki, ilk 56-cı sualdan başlayır ingilis dili hissəsi. Baxaq ki, burada deməli, baxırıq ki, artikel mövzusuna aiddir suallarımız və Ə, baxırıq ki, burada artikel, deməli, sayılan cəm isim gəlib boşluqdan sonra və biz bilirik ki, sayılan cəm ismi biz hər yerdə artikel vermirik. O zaman o isim bizə məlum olur və o zaman biz ona artikel yazırıq. Yəni, o isimdən əvvəlcə danışılır. O zaman biz orada Z artikeli yaza bilərik. Cəm isimdir deyə A artikeli yaza bilmərik. O variantları elə ilk vaxtdan silirik. Və iki variantımız qalır. Dediyimiz kimi, deməli, brush sözündən ilk dəfə danışılır burada. I bought a new brushes to paint. Mən boyamaq üçün yeni fırçalar aldım, fırça aldım. Görürük ki, burada ilk dəfə danışılıb. Yəni, ona görə də Z artikelına ehtiyac yoxdur. Əvvəldə də dediyim kimi, Z artikelini biz o zaman cümlədə işlədirik ki, yəni sayılan cəm isimlə o zaman işlədirik ki, o isim əvvəlcədən adı çəkilsin. Ona görə birinci tərəfdə artikel yazmağa ehtiyac yoxdur. Digər tərəfə baxırıq. Digər tərəfdə isə artıq həmin fırçalardan ikinci dəfə danışır. Ona görə də biz orada deməli təbii ki, Z artikeli verəcəyik cəm isimdə olsa. Bilirik ki, Z artikeli cəm, sayılan, sayılmayan, tək isimlərlə də işlənə bilir. Ona görə də yetər ki, o isim bizə müəyyən olsun və müəyyən olduğu halda, ikinci dəfə danışıldığı halda biz orada Z artikelindən istifadə edirik. Ona görə doğru cavabımız olur 56-cı sualda B variantı. Baxırıq 57-ci suala. Əziz abituriyentlər, 57-ci sualda isə yenə də baxırıq ki, əvəzlik bölməsinə aiddir. Əvəzlik bölməsində isə biz öyrənmişik ki, san və onun törəmələri inkar cümlələrində işlənməz. İnkar cümlələrində yalnız bilirik ki, İnkar sözdən əvvəl işlənərdi. Yəni boşluqda, burada boşluq olsaydı, yəni cümlənin əvvəlində o zaman işlənə bilər. O da istisna hallardadır bildiyimiz kimi. Ona görə də B və C variantlarımızı silirik və bilirik ki, ingilis dilində bir cümlədə bir dənə inkar olar, bir sadə cümlədə bir inkar olar. Ona görə də A variantı, D variantı da gedib qalır bizim E variantımız doğru variant olur. E variantı. 57-ci sualda doğru cavabımız olur D variantı. 58-ci suala baxırıq. 58-ci sualda isə Diana looked at. Diana baxır güzgüdə. Güzgüdə özünə baxar, təbii ki, itself olmaz, çünki Diana qadın cinsində, təkdə və qadın cinsindədir, canlıdır. Itself bilir ki, cansızlara aiddir. Ona görə də B variantını çıxırıq. Himself kişi cinsinə aiddir, him yenə də kişi cinsinə aiddir. Themself isə cəmdə olduğuna görə və Diana burada təkdə olduğuna görə nə olacaq? Diana özünə baxırdı çölə getməzdən əvvəl. O da olacaq A variantı doğru cavabımız. 58-ci sualda doğru cavabımız olur. A variantı. Əziz abituriyentlər, bizim onlayn dərslərimiz də mövcuddur. Onlayn dərslərimizdən yararlanmaq üçün 050 973 2509 nömrəsi ilə də əlaqə saxlaya bilərsiniz. Mən İskəndərova Əsmər ingilis dili müəlliməsi. 59-cu suala baxırıq. 59-cu sualda yenə də baxırıq. All the students did homework carefully. Baxın, burada mübtədamız bütün şagirdlər öz tapşırıqlarını, ev tapşırıqlarını diqqətlə etdi. O zaman şagirdlər cəmdədirsə, biz onu ümumiyyətlə baxırıq boşluqdan sonra da isim gəlib. İsim gəlibsə bizə burada isimsiz əvəzlik lazım deyil. Sonra obyektal əvəzlik lazım deyil. It is bilirik ki, cansızlar üçündür. Yəni biz şagirdləri cəm ismi
İkisindən əvəz edə bilmərik. Kimdən də qalır? Nə? Özündən sonra isim istəyən və cəmi əvəz edən zeyir, yəni öz tapşırıqlarını edir. Bilirik ki, gəliş əvəzliklərinin öz mənası da var. Ona görə də burada da elə öz mənasında da tərcümə etdik. Yəni öz mənasında öz tapşırıqlarını etdilər. Okay. 60-cı suala baxırıq. 60-cı sualda isə she answered the question. Ə, Baxaq burada bizdən nə istəyir? O suallara cavab verdi. Burada sifət və zərf bölməsinə aiddir bu. She answered the question and seemed. O suallara cavab verdi və görünür. Deməli, cavab vermək feildir və bilirik ki, feilə nə aid olur? Zərf feilə aid olur. Ona görə biz correct deyə bilmərik. Yəni sifət götürə bilmərik. Deməli, bizim A, E və B variantlarımız gedir. Digər tərəfdə də baxırıq ki, görünmək deyir. O görünürdü və insan görünərkən xüsusi bir hərəkət etmir. Və bəzi feillərimiz var ki, biz bilirik ki, bu feillərdən sonra feil olsalar da hərəkət bildirmədiklərinə görə onlar zərflə deyil, sifətlə təyin olunurlar. Ona görə bura birinci tərəfə bizə zərf lazımdır, ikinci tərəfə isə sifət lazımdır. Ona görə də doğru cavabımız olur C variantı. 60-cı sualda doğru cavabımız C variantıdır. Altmış birinci suala baxırıq. Qeyd edim ki, izah etdiyim 9-cu sinif OTK sınağı A variantıdır bu arada. Ə, Yəni sizdə suallar, variantlar fərqli olanda sualların yeri fərqli olur. Ona görə də sual-sual yoxlamanızı tövsiyə edirəm sizə. 61-ci sualda isə bizdən ümumiyyətlə noun istəyir, isim istəyir. Baxırıq ki, deməli Jewelry isimdir, root da kökdür, isimdir, amma mild burada mülayimdir. Ona görə A variantını çıxarıb. B variantına baxırıq. B variantında ability bacarıq, nə bacarıq isimdir. Cuisine mətbəx isimdir. Shelter sığınacaq, o da isimdir. Doğru cavabımız olur B variantıdır. Ona görə də elə doğru cavabımız burada olur B variantı. Essential mühüm, əhəmiyyətli deməkdir. Perfect əla deməkdir, sifətdir. Private-dir, yenə də sifətdir. Yəni ona görə də doğru cavabımız olur B variantı. 61-ci sualda doğru cavabımız B variantıdır. 62-ci suala nəzər salırıq. 62-ci sual ismin gəliş halı ilə bağlıdır və baxırıq ki, burada 4 hərfli this. This bilirik ki, təkdə yaxında olan əşyaları göstərir. Amma burada özündən sonra, yəni ismi tək alır. Amma burada cəm isim verib. Ona görə 1 yanlışdır və biz 1 olan variantları çıxırıq. Baxırıq 2-yə. 2-də bəli, soyad cəmlənib, qarşısında Z artiklı var və özündən sonra yəni isim gəlib, həm də ki, yəni tək apostrofla düzəlib. Bütün qaydalarımız doğrudur. Ona görə 2 doğrudur. 3-də də baxırıq. 3-də də yenə Mr, Mrs, yəni bu kimi sözlər soyadlarının qarşısında gələndə bu təkdə deməkdir və tək isminin də yeri kağıdı apostrof S ilə düzəldiyinə görə doğru cavabımız olur 2-3. 2-3 də C variantıdır. Digərinə niyə 4-də isə 4 niyə yanlışdır? 5 hərfli this, yəni işarə əvəzliyindən sonra cəm isim gəlir, amma burada tək isim gəlib, ona görə 4-də yanlışdır. Doğru cevabımız 62-ci sualda C variantıdır. 2, 3. 63-cü suala baxırıq. 63-cü sualda baxırıq ki, boşluqdan sonra sugar, yəni şəkər gəlib və o da sayılmayan isimdir. Və bilirik ki, sayılmayan isimlər few'dan sonra cəm isim gələr, many'dən sonra cəm isim gələr. A lot deyə bir quruluşumuz yoxdur. A lot of olsaydı isimlə işlənərdi. A lot özü sadəcə zərfə aid olur. Yəni zərf olur daha doğrusu, feildən sonra gəlir. Yenə də C variantında da yenə də baxırıq ki, few dediyimiz kimi özündən sonra cəm isim istəyir, yəni sayılmayan isimlər işlənməz. Cavabımız olur D variantıdır. Bu da düşünürəm ki, asan suallardan biridir.
Yəni, həqiqətən də belə deyək, düşünürəm ki, çətin sual, çətin deyiləsi suallar deyil. Yəni normal, rahat suallardır. In my life, mənim həyatımda. Deməli, biz bilirik ki, sifətin üç dərəcəsi var. Adi, müqayisə və üstünlük dərəcəsi və onların hər birinin özlərinin ipucu sözləri var. Və burada da in görürük. In də o deməkdir ki, bizə üstünlük dərəcəsi lazımdır. Ona görə adi dərəcəni çıxarıq. More müqayisədir, onu çıxarıq. Much ümumiyyətlə özü dərəcə yaratmır. Yəni və bizə müqayisə dərəcəsinin sadəcə tələb edən sözdür. D variantda yenə də adi dərəcədə. Cavabımız olur C variantı. 64-cü sualda cavabımız C variantıdır, üstünlük dərəcəsi. Baxırıq 65-ci suala. 65-ci sualda isə baxırıq ki, ümumiyyətlə belə olanda bəzən uşaqlar deməli abituriyentlər bir şeyə ə, biraz çaşırlar ki, sualda bizdən nə istəyir? Bura baxırlar bəzən bizdən nə istəyir? Ə, və onda belə deyək, biz hər zaman o zaman cavablara baxıb, yəni variantlara baxıb oradan bizdən nə istədiyini baxa bilərik. Baxırıq görürük ki, ING əgər cümləmiz ing ilə başlayırsa, yəni cümlənin mübtədası ing-li sözdürsə, o zaman xəbərimiz tək olacaq. Və xəbərimiz tək olacaq, o zaman bir doğrudur. Baxaq digər suala. 2-də. 2-də doctors ofdan əvvələ baxırıq. Yəni bu mübtəda xəbər uzlaşması testidir bu arada. Və 2-də baxırıq ki, doctors ofdan əvvələ baxırıq hər zaman. Xəbər hər zaman söz önündən əvvəlki isimlə uzlaşır cümlədə. Və bilirik ki, ingilis dilində mübtəda və xəbər mütləq uzlaşmalıdır. İsimlə xəbər mütləq uzlaşmalıdır. Və baxırıq ki, yəni isim cəmdirsə xəbər də cəm olacaq. İsim təkdirsə xəbər də tək olacaq. Burada ikidə doc da cəmdədir. Xəbərimiz də burada helpdir. Yəni xəbərin tək olması o deməkdir ki, feilin sonunda s varsa, xəbər o zaman təkdir deməkdir. Amma burada help sözünün sonunda s yoxdur. Ona görə də yəni xəbərimiz də cəmdədir. Doğru cavabımız olur 1 2. Bir-iki D variantıdır. Digərinə baxaq. Digərdə 3-ə baxırıq. 3-də of-dan əvvələ dedik, baxırıq. Members, üzvlər, yəni cəm isimdir, amma xəbərimiz təkdədir. Ona görə də 3 yanlışdır. Yəni isim cəm, xəbər təkdir. Ona görə yanlışdır. 3 olan variantları çıxırıq. Bir də 4-ə baxırıq. Yenə də in və söz önündən əvvəlki sözümüz nədir? Meal. Meal təkdədir. Amma xəbərimiz nədir? Contain. Contain yox, contains olardı. Ehtiva etmək sözüdür bu. Yəni xəbərimizin tək olması üçün feilin sonunda s olmalıdır. Bir də bəzən uşaqlar nəyi qarışdırır? İsmin sonundakı s-lə xəbərin sonundakı s-i qarışdırırlar. Feilin sonundakı s-i. İsmin sonundakı s ismi cəmləyir. Feilin sonundakı s isə xəbərin təkdə olmağı deməkdir. Yəni, feilin sonuna s artırırsa, o xəbər təkdədir. İsmin sonunda s varsa, o isim cəmdədir. Yəni, ona görə də doğru cavabımız burada olur 1, 2, D variantı. 65-ci sualda cavabımız olur D variantı. 66-cı sual isə definition'dır, yəni sözlərin mənalarıdır. Attack hücum etməkdir, improve inkişaf etməkdir, feed yəni doyuzdurmaq, yedizdirmək mənasındadır. Baxaq ki, ə, deməli feed yedizdirmək, doyuzdurmaq C variantına uyğun gəlir. Baxın, to give food person or animal. Yəni insanlara və yaxud da ki, heyvanlara food vermək, yemək vermək olur C. 3 olacaq C. Attack hücum etməkdir. Try to hard, damage someone or nəyəsə və ya da kiməsə cəhd etmək, hücum etmək, incitmək, yəni olacaq B variantı. Yəni 1 olacaq B. Improve inkişaf etdirməkdə A variantı olacaq. To make something better. Yəni nəyəsə daha yaxşı etmək, improve etmək, inkişaf etmək. Baxaq görək hansı variant olur? 1B, 2A, 3C. Deməli, 66-cı sualda cavabımız olur Y variantı. 66-cı sualda cavabımız Y variantı oldu. 67-ci suala baxırıq. 67-ci sualda virtual sözünün
antonimi istəyir. Bir də uşaqlar belə suallarda, abituriyentlər, əziz abituriyentlər belə suallarda diqqətli olun. Bəzən yəni çaşıb sinonim götürürsüz. Yəni antonimi oxumursunuz da. Elə altından xətt çəkilmiş sözü əvəz etmək başa düşdünüzsə, ya sinonim ya antonim, amma diqqətli olun. Onu ümumiyyətlə şərtlərə, ümumiyyətlə hər zaman sualların şərtlərinə diqqət edin. Baxırıq ki, burada antonim deyir. Normalda sinonim desəydi biz burada onlayn sözünü götürəcəkdik, amma burada bizə antonim deyir. O da olacaq real, yəni həqiqi, yəni C variantı olacaq. Digər variant digital da elə onlayn ya və yaxud da virtual deməkdir. Artificial süni deməkdir. Elektronik yenə də elektronikdir, yəni. Ona görə doğru cavabımız olur C variantı. Düşünürəm ki, bu da asan suallardan biridir. Təbii ki, şərtə diqqət etsəniz. 68-ci sualda isə sinonimdir. Sinonim bilirik ki, yəni eyni mənada olan, fərqli yazılan bir neçə sözdən ibarət, yəni bir neçə sözün bir-birinə eyni mənada olan bir neçə söz deməkdir. Baxaq 68-ci sualda baxın amazing, fantastic. Hər ikisi heyrətamiz, fantastik, gözəl, qəşəng, yəni bu mənalarda işlənir bir. Yəni sinonimdir. Amma similarla əlayiq, similarə oxşardı, əlayiq oxşamayan, bənzəməyən deməkdir. Ona görə gedər. Possible, impossible. Impossible, possible mümkündür, impossible mümkün olmayandır. Ona görə içində götürə bilmirik. Amma terrified and frightened hər ikisi qorxunc, yəni bu mənalarda işlənir. 4 doğrudur. Delightedla da pleasant hər ikisi də məmnun deməkdir. Ona görə də cavabımız olur 68-ci sualda 1, 4, 5. Belə suallarda diqqətli olun ki, sadəcə biri tapıb və yaxud da biri, ikini tapıb, üçü tapmasanız, bu da sizin balınızdan əksilir. Ona görə də diqqətli olun ki, bütün sualları daha yaxşı. Məncə burada sadəcə olaraq diqqət etmək lazımdır. Qalan suallar düşünürəm ki, yaxşı, rahat suallardır. Burada isə baxın, bəzən də o qədər öyrəşir abituriyentlər ki, mətn nə haqqındadır sualını axtarırlar. Yəni mətn görən kimi sanki mətn nə haqqındadır sualı. Burada mətn nə haqqındadır deyil də, burada məntiqə ardıcıllıq sanki bizə həmin sualı da bizdən onu istəyir. Burada deyir we have fun things for children to after. Bizim deyir ki, dərsdən sonra deməli yaxşı, əyləncəli şeylərimiz var məktəbdə. Yəni our classes included bizim siniflər dərslərdə deyir classes James, gym, nə bilim cooking, futbol, yəni bunlar daxildir bizim dərslərimizə. The classes are at the primary school. Yani primary school'a deyir da bu siniflerde primary school'lar var deyir. You can find more details on social media. Sosyal medyada da deyir daha ətraflı məlumatlar ala bilərsən. O zaman baxırıq ki, A variantında deyir ki, burada after deyir, amma burada before deyir. Bax uşaqlar, ona görə A variantını götürə bilmərik. Orada deyir dərsdən sonra, amma burada deyir dərsdən əvvəl. Bizim deməli, the classes dərsdən əvvəl. Yəni məktəbdən əvvəl dərslər elə bir şey deyil. B variantına baxırıq. Classes are during school time. Məktəb vaxtı dərslər. Yox, elə bir cümlədə bir şey olmadı. Burada deməli primary school deyir, amma C variantında secondary school deyir. Bunları da bilirsiniz ki, fərqlidir. Ona görə C variantında deyil. Children can only cook. Yalnız deyir, dərslərdə uşaqlar bişirə bilirlər. Xeyr, belə bir şey də yoxdur. Cavabımız olacaq Y variantı. Məntiqə uyğun olaraq deyir ki, you can get more. Yəni sən daha çox məlumatı hardan əldə edə bilərsən? Online. Online'dan daha çox informasiyanı daha çox əldə edə bilərsən. Cavabımız olacaq Y variantı burada. Deməli, 69-cu sualda cavabımız olur Y variantı. 70-ci suala baxırıq. 70-ci sualda yenə də mətndir. 70-ci sualda Lily and Sophia like learning about indoor games. Lily ilə Sophia deyir ki, indoor gamelərlə, yəni içəridə olan oyunlarla maraqlanırlar, xoşlayırlar, öyrənirlər. But they feel never. Onlar deyir əsəbləşdilər. Because they have never played any games before. Yəni deyir heç bir oyun tapa bilmədilər. Their friends suggest them. Onların dostları onlara cooking club'ı məsləhət gördü. But they did not daha doğrusu they don't want to do. Onlar bunu etmək istəmədilər. Baxaq görək
A variantında deyir ki Lily and. Bu arada burada doğru cevabımız olacaq B variantı. A variantında deyir ki Lily and Sophia teach James to other students. Deməli, teach James digər şagirdlərlə birlikdə teach James to other students. Digər uşaqlara deməli oyun öyrədirlər. Ya belə bir şey deyil idi orada. Lily and Sophia enjoy indoor. Cavabımız olacaq B variantı. İçəridə olan oyunlardan, aktivitelərdən zövq alırlar. Cavabımız B variantı olacaq. C-də deyir Lily and Sophia want to join. Yəni getmək istəyirdilər, qoşulmaq istəyirdilər Cookie Club-a. Əslində Cookie Club-a qoşulmaq istəmədilər. Ona görə yanlışdır C variantı. D variantında deyir Lily and Sophia can play all bütün oyunları oynaya bilirdilər. Belə bir məlumat yox idi ümumiyyətlə mətnimizdə. Y variantında isə deyir ki, Lily and Sophia are already very good at, yəni deyir ki, Lily ilə Sophia yaxşı idilər cookingdə, bişirməkdə. Belə bir cümlə də yox idi. Cavabımız olacaq B variantı. 70-ci sualda cavabımız olur B variantı. 71-ci və sonuncu sual, deməli böyük mətni ayrıca izah edəcəm sizlər üçün. 71-ci sualda isə yenə də baxırıq ki, hay, deməli Sara Emiliyə məktub yazır və 71-ci sualımızda doğru cavabımız C variantıdır. Bu arada, how are you? Necəsən? I had a great weekend. Mən yaxşı weekend keçirdim. On Saturday 6-cı gün. And I went to zooparka getdim. We saw lions gördük. Orada heyvanlar gördük. On Sunday bazar günü I stayed at home. Mən evdə qaldım. Watched film izlədim. What did you on? Yəni sən nə edirsən həftə sonu? Söhbət həftə sonundan gedir. Sarah watched a cartoon. Karton izlədi. Yəni dizi film izlədi. Belə bir şey değildi. Went to park. Parka getmədi Emily. Emily'nin yəni ümumiyyətlə nə etdiyi barədə məlumat yoxdur mətnimizdə. Sarah stayed at home all day long. Bütün gün evdə qaldı. Bəli, evdə qalıb Sara öz günü haqqında yazmışdı. Təbii ki, həftə sonunun haqqında yazmışdı. 6-cı günün haqqında yox. Həftə sonu 6-cı gün dedi ki, mən getdim zooparka getdik ailəmizlə filan. Amma burada sonda deyir ki, sən həftə sonu nə etdin? Yəni bazar gününü soruşur və bazar günü də deyir, mən evdə qaldım. Ona görə cavabımız olacaq C variantı. D-də deyir Emily visited. Yəni ümumiyyətlə Emily'nin hara getdiyi barədə məlumat yox idi deyə D variantı da yanlışdır. Yenə də E-də də Emily barəsində məlumat yox idi deyə E də yanlışdır. Doğru cavabımız olur C variantı. Deməli, 71-ci sualda cavabımız olur C variantı. Əziz tələbələr, əziz abituriyentlər, inşallah növbəti OTK sınavında görüşənədək mən sizlər üçün növbəti dinləmə və bu mətni, deməli bu böyük mətnin də izahını sizlər üçün hazır edəcəm və YouTube kanalında OTK-nın digər YouTube kanalında isə deməli izləyə bilərsiniz, bəyənib abunə ola bilərsiniz. Mənim öz kanalıma da abunə ola bilərsiniz, İskəndərova Əsmər. Və bizim onlayn dərslərimizlə də yararlana bilərsiniz və hər zaman sizləri Paradoks Tədris Mərkəzində OTQ tərəfindən keçirilən sınaqlarda özünüzü sınamağınız üçün gözləyirik və əminəm ki, bu sınaqlar sizin üçün daha yaxşı nəticələrə gətirib çıxaracaq inşallah. Hər birinizə uğurlar arzu edirəm, təşəkkür edirəm diqqətiniz üçün. Sağ olun.